Bismillahirrahmanirrahim. Ramazan Risalesi 8-ci nöqtə. Ramazan-ı Şerif insanın hayat-ı şahsiyyəsinə baxdığı cəhətindəki çox hikmətlərindən bir hikməti şudur ki, insanı ən mühüm bir ilas nevindən maddi və manevi bir pəhrizdir. Tıbbən bir hımyedir ki, insanın nəfsi yemək içmək hususunda keyf-i maişə hərəkət etdiksə, həm şahsın maddi həyatına tıbbən zarar verdiyi gibi, həm helal haram deməyib rast gələn işə saldırmaq, adeta manevi həyatını da zəhərlər. Daha qalbi və ruha itaat etmək o nəfsə güc gəlir. Sərkəşanə dizginini əlinə alır. Daha insan ona binəməz, o insana biner. Ramazan-ı Şerifdə oruc vasitəsilə bir növ pəhrizə alışır, riyazədə çalışır və əmr dinləməyə öyrənir. Biçarə zayıf midəyə də hazımdan əvvəl yemək üzərində doldurmaq ilə hastalıqları cəlb etməz. Əmir vasitəsilə helalı tərk etdiyi cəhətlə haramdan çəkinmək üçün akıl və şeriatdan gələn əmri dinləməyə qabiliyyət peyda edər. Həyat maneviyi bozmağa çalışır. Həm insanın əksəriyyət mutlaqası azlığa çox dəfə mübtəla olur. Sabır və tahammül üçün bir idman verən aslıq riyazətə muhtacdır. Ramazan-ı Şerifdəki oruç 15 saat, sahursuz isə 24 saat davam edən bir müddət azlığa sabır və tahammül və bir riyazətdir və bir idmandır. Demək, bəşərin musibətini kişiləşdirən sabırsızlığın və tahammülsüzlüğün bir ilacı da oruçdur. Həm o midə fabrikasının çox hədəmələri var, həm onunla əlaqədar çox cihazat insaniyə var. Nəfis əgər müvəqqət bir ayın gündüz zamanında tatil eşğal etməzsə, o fabrikanın hədəmələrini və o cihazatın hususi ibadətlərini onlara unutturur, kəndi ilə məşğul edər, tahakkümü altında bırakır. O sair cihazat insaniyi də o manevi fabrika çarklarının gürültüsü və dumanlarıyla müşəbbəş edər. Nazar diqqətlərini daima kəndə cəlb edər. Ulu vazifələrini müvəqqədə unutturur. Ondandır ki, eskidən bəri çox əhli vəlayət təkəmmül üçün riyazətə, az yemək və içməyə kəndlərini alışdırmışlar. Fakat Ramazan-ı Şerif orucuyla o fabrikanın hadəmələri anlarlar ki, sırf o fabrika için yaratılmamışlar. Və sair cihazat o fabrikanın sufli əyləncələrinə bədəl, Ramazan-ı Şerifdə məleki və ruhani əyləncələrdə tələzzüz edərlər, nazarlarını onlara dikərlər. Onun içindəki Ramazan-ı Şerifdə möminlər dərəcatına görə ayrı-ayrı nurlara, feyizlərə, manevi sürurlara mazhar oluyorlar. Qalb və ruh, akıl, sır gibi letaifin mübarək ayda oruç vasitəsilə çox tərəqqiyat və təfəyyüzləri vardır. Midənin ağlamasına rağmen onlar məsumanə gülüyorlar.